Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Paşinyan Azərbaycanla sərhəddən danışdı. Bu halda təhvil veriləcək. Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə şok açıqlama. Yanacağın qiyməti artdı, məntəqələr bağlandı. İran müharibəsi Ermənistanı vurdu. Ermənistan və Azərbaycan yaxın gələcəkdə delimitasiya prosesini davam etdirəcək. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O, sərhədin 12 kilometrlik hissəsinin delimitasiya edildiyini, Ermənistan sərhəd qoşunlarının bu ərazidə xidmət etdiyini xatırladıb. Bildirib ki, qarşıdakı dövrdə bu proses davam edəcək və delimitasiya tamamlanacaq. Delimitasiya və demarkasiya nəticəsində silahlı qüvvələr döyüş mövqelərində yox, daimi diskalasiya ərazisində xidmət edəcəklər. 10 illiklərdir ki, onlar bizə məlum olan vəziyyətə görə şəraitin heç də yaxşı olmadığı səngərlərdə və mövqelərdə xidmət edirlər. Sərhəddəki güclü istehkamlar və müdafiə strukturları sərhəd qoşunlarına təhvil veriləcək. Lakin bu yalnız Azərbaycanla tam hüquqlu sülh şəraitində baş verəcək. Ermənistan bu istiqamətdə hər gün daha da inamla irəliləyir. O bildirib. Paşinyan qeyd edib ki, Ermənistanın Gürcüstanla sərhəddində də delimitasiya prosesinin aparılması gündəliyə daxildir. O əlavə edib ki, Ermənistan Rusiya qoşunlarını sərhəddindən çıxaracaq. Ermənistanın bütün sərhədləri sərhəd qoşunlarının məsuliyyəti altında olmalıdır. Sərhəd xidməti sülhün ən vacib simvoludur. Sərhəd qoşunlarının yerləşdiyi yerdə təhlükəsizliyə daha çox inam olur. Məhz bu inam sayəsində dövlət sərhəddin bu və ya digər hissəsini sərhəd mühafizəçilərinin xidmətinə təhvil vermək qərarına gəlib. Xatırladaq ki, Ermənistanın İran və Türkiyə ilə sərhədləri iki tərəfli razılaşma əsasında Rusiyanın sərhəd qoşunları tərəfindən mühafizə olunur. Moldova və Ermənistanda bir çox qeyri-hökumət təşkilatları Rusiya ilə münasibətləri pozmaq istiqamətində çalışır. Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şertsov deyib. Şertsov statistik məlumatlar təqdim edib. Hazırda Moldovada 14.000, Ermənistanda isə təxminən 9.000 QHT qeydiyyatdan keçib. Onların əksəriyyəti açıq şəkildə Rusiya ilə iki tərəfli münasibətləri korlamağa çalışır, deyə Şertsov bildirib. Tramp yolu Ermənistanın cənubunun şimalı ilə Naxçıvan dəmir yolu vasitəsilə birləşə biləcəyi deməkdir. Bu sözləri Ermənistan Xarici İşlər Nazirinin müavini Van Kastanyan Dünya Siyasət Konfransında Avropa Birliyi strateji tərəfdaş kimi Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün perspektivlər adlı panel müzakirəsi zamanı bildirib. O deyib ki, TRIP sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə deyil. Bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək, eləcə də qarşılıqlı fayda təmin etmək öhdəliyini yerinə yetirmək üçün daha böyük və daha strateji bir layihədir. Bu layihənin həyata keçirilməsində çox maraqlıyıq. Ermənistanda Ermənistan-Amerika birgə müəssisəsinin necə yaradılacağı ilə bağlı Amerikalı tərəfdaşlarla aktiv danışıqlar aparılır. Biz artıq təkcə texniki iqtisadi əsaslandırma hazırlamağa deyil, həm də regionun özündə kommunikasiyaların qurulmasına başlamışıq. Çünki 8 avqustdan sonra Qazaxıstandan Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə taxıl ixal etmək prezidentimiz var. Bu, regional əməkdaşlığın necə işləyə biləcəyinin və regionda əlavə qarşılıqlı asılılıqların yaradılmasının, orada sabitliyin və sülhün bərqərar olmasına necə əhəmiyyətli töhfə verə biləcəyinin bariz nümunəsidir. O, vurğulayıb. Ermənistan mayeləşdirilmiş təbii qazın kəskin çatışmazlığı ilə üzləşir. Bəzi yanacaq doldurma məntəqələri ya bağlıdır, ya da məhdud miqdarda yanacağı baha qiymətə satır. Cəmi bir həftə əvvəl energenin orta qiyməti 1 litri üçün 190 dram idisə, bugün Armavin və Xrazdan bölgəsində bu rəqəm 270 drama, bəzi hallarda 300 drama çatır. Bu barədə Ermənistanın News.am sayti yazır. Sayta danışan sürücülər bildirir ki, sonuncu dəfə 250 drama alıblar və artıq benzinə keçirlər. Erməni iqtisadçı Sürən Parsyan böhranın bir neçə səbəbinin olduğunu, bütün səbəblərin hazırda üst-üstə düşdüyünü bildirib. Ermənistan mayeləşdirilmiş təbii qaz ixalçısıdır və onu əsasən Rusiyadan alır. Son aylarda İran və İraqdan tədarük əhəmiyyətli dərəcədə dayandırılıb. Bu da Rusiyadan asılılığı gücləndirib. Ötən həftə Yuxarı Lars keçid məntəqəsinin 3 günlük bağlanması da daxili bazara dərhal təsir göstərib. Lakin məsələ Yuxarı Larsla da bağlı deyil. Ermənistanda mayeləşdirilmiş təbii qaz ixal edən 100
100-dən çox şirkətdən yalnız bir neçəsinin öz anbarı var. Hazırda qiymətləri diktə edənlər məhz onlardır. Digərləri isə heç bir inventar olmadan fəaliyyət göstərir və hazırda satmağa məhsulları yoxdur. Anbarları olan şirkətlər ehtiyatlarını bölüşməkdən imtina edirlər. Bu da bazarda qıtlıq və təşviş yaradır, deyə o qeyd edib. Parsiyanın sözlərinə görə Hörmüz boğazının bağlanmasının da təsirləri var. Boğazın bağlanmasına görə qlobal mayeləşdirilmiş təbii qaz təchizatı çətinləşib. Enerjinin ən böyük ixracatçılarından olan Qətər daşımaları azaldır, bu da qlobal bazarda dalğalanmalara səbəb olub. Rusiya istehsalçıları da yaranmış vəziyyətdən istifadə edərək aktiv şəkildə Asiya bazarlarına yönəlirlər və Ermənistan hazırda onlar üçün daha az cəlbedicidir. O bildirib ki, bazarda inhisarçılığın olması da problemi körükləyən səbəblər arasındadır. Parsiyan əlavə edib ki, yuxarı Lars yolunun açılması gərginliyi qismən azaldacaq, lakin sistemli problemləri həll etməyəcək. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.